Hörmətli izləyicilərim, sizə bir dənə mənzil göstərəcəm. Rəhmət oxuyacaqsınız da mənə. Əlimdə tutduğum bu kağız parçası elə-belə kağız da öyle. Bu, necə insanın ürəyi, bu evin də ürəyi kupçasıdır. Bəli, bu mənzilin kupçasından başlayacağım sizə təqdim eləməyə. Sizə penthouse təqdim edirəm. Bilirəm ki, penthouse yaşamaq arzusu çox imkanlı izləyicilərimdə var. Amma tapa bilmirsiniz də, yoxdur, tapmışam. Özü harada, ən səviyyəli binada, ən gözəl mənzərədə, ən gözəl qonşular kontingenti əhatəsində sizə 423 kvadrat, 3 mərtəbəli bina evi, penthouse təqdim edirəm. Dəyərli izləyicilərim, bura Deluxe Plazadır. Nizam metrosu, qış parkı, şəhərin istənilən nöqtəsinə infrastruktur əladır da. Məndən də yaxşı bilirsiniz. Bəli, mənzərə də ki, sizlə söhbət edir, sizlə dərdləşir. Bax, bu mənzil sizin üçündür. Qiymət sonunda söyləyəcəm, çaylarınızı qabağınıza qoyun, sizə 300 kvadrat birinci mərtəbəni təqdim edeyim, sonra qalxarıq o birisilərə. Bax, bura zal otağıdır. Vitraj pəncərələrlə gördüyünüz kimi geniş bir zal otağı. Yeri gəlmişkən 60% işlərdə sahibi görüb. Ən çətin işlər, istipol, malyarkası, altspanı. İndən sonra sizə bir o qədər də pul lazım deyil. Sadəcə bunun özəlliyi odur ki, xanımlarımız desə ki, bunu belə dəyiş, bunu dəyiş. Əsl fürsətdir. Remotdan sonra demək olmur axı. O baxımdan da düşünürəm ki, mənim bu videom sizə çox xoşunuza gələcək. İndi isə detallı şəkildə təqdimata başlayım. Sizə hər şeyi görsədim. Elektrikdə istifadə olan materiallar şəxsi evidir də, yəni binanın. Ona görə yəni hər şey maksimumda yaxşısını eləyib. Betonlardan da görürsünüz. Bura mətbəx zonasıdır mənzilin. Bura bir balkonu var. Mətbəxdən çıxırsan, siz bir geniş əhatəsinə baxın. Diqqətlə analiz eləyin. Eyvan hissəsi həm zaldan çıxa bilirsən, həm mətbəxdən çıxa bilirsən. Özü bura mənzil statusundadır. Kupçada, dəyərli izləyicilər, mansard deyil. Hər üçü də mənzil statusu alıb. Keçir növbəti otaqlara görsədim sizə. Deməli, blokdan çıxıb girən kimi, bura xol hissəsidir. Cəmi 2 dənə qonşu var. Yəni, bu ev alanda bir dənə qonşu çox yaxşı qardaşdır. Bir arada söhbət edirik, yaxşı qonşu olacaq. Bura bunun ümumi sanitarıdır. Bu gördüyünüz isə liftdir. Bəli, 2 və 3-cü mərtəbəyə liftlə qalxırsan. Prinsipal evin içində liftlə gəldin, qalxdın evin içində bir dənə lifti basdın, qalxdın ikinci, bir dənə lift üçüncü, uşaq üçün sinema. Burada hoqqa eləmək olar, dəyərli izləyicilər. İndi yataq otaqlarını sizə bir dənə simetriyasını görsədim. Ümumi hamam otağı vurulub, kafe, metlaq, çəkilib, bütün santexnik xətləri altipana qədər vurulubdur. Bir yataq otağı, operator qardaşdan xahiş edim sizə görsətsin. Buradan da balkona bir çıxışı var. Bura növbəti yataq otağıdır. Bu yataq otağının içində hamam otağı və kafe metlağı da vurulubdur. Təkrarçıq olmasın, stol hamısının təmin olunubdur. Bura balkona çıxışı var. Keçək 3-cü böyük valideyn yataq otağına. Ona bilirsiniz nə deyirlər? Bəzi forsuz izləyicilər, master bedroom otağı. Bəli, bura master bedroom otağıdır. Sosyetik izləyiciləri demişkən, geniş yataq. İçində qardirob otağı var. Onun yanında hamam otağı var. İndi, dəyərli izləyicilərim, burada bir dənə stop edirik. Liftdən minirik, qalxıq 2-ci mərtəbəyə. Liftdən çıxdıq. Bu otağı, yəni 2-ci mərtəbənin də sizə kvadratını əlimdəki çertiyojla deyim. Deməli, dəyərli izləyicilər, bura 70 kvadrat sahəsi var. Burada da görülən işlər, yəni görülübdür, divarlar
izolyasiya edibdir. Maraqlı bir fakt deyim sizə. Mənzilin sahibinin qardaşının bu proyektdə evi var. Buranı kinoteatr falan kimi eləyib. Yuxarısı isə uşaqlar üçün əyləncəli belə dedilər mənə. Yəni siz də istəsəz konsept olaraq bu cür də eləyə bilərsiniz. Hər şey eləyə bilərsiniz də. Yəni geniş bir 70 kvadratlıq gəmi dizaynında elə bir tavanı biraz alçaq, amma bunun üstündəkinin hündür tavanında, fərqli dizaynında bir söz. Nə başınızı ağrıdım, qalxaq 3-cü mərtəbəyə. Adam özünə filmin hiss edir. Liftdən çıxırsan, liftdən qalxırsan, adam o ləzzət edir. Burada dediyim 50 kvadratlıq 3-cü mərtəbədir. Buranın tavan hündürlüyü 4 metr yarım, 5 metr qədərdir. Burada da yəni sinema klub, kinoteatr özün üçün relaks. Əgər komfortu xoşlayan adamsansa, burada bir komfort yarada bilərsən, gəl görəsən, sanitar üçün yer, nə bilim, yoxsa burada mini bar eləyə bilərsən. Bir sözlə, məndən də 100 əvə yaxşı bilirsiniz, nə eləyə bilərsiniz. Başınızı ağrıdmayım, indi sizə bir çöldürən binanı görsədim. Burada binanın həyətidir, gördüyünüz kimi üzlüyü sizə görsədirəm. Gəldik, çatdıq finala. Burada da televizor gözləyir məni. Sizdən sonra da oraya müsahibə verəcəm. Dəyərli izləyicilər, başınızı ağrıdmayım. 1 milyon 100 min manata sizə təqdim edədiyim mənzil satılır. Gəlin, razılaşdırma olacaq. Yəni mən qardaşımı sizi razılaşdıracaq. Öpürəm sizi. Çox sağ olun. Hələlik.